2 saatdan sonra erməni ilə 3-cü yer üçün güləşəcəm və dünya çempionatı medalım yoxdur. Uduzsam medal əldən gedir, həm ermənidə, həm həmin günü 77 şəhid vermişdik. Kino senaridə əməlli başlı. Kino senari, axırı girdim hamama, əl-üzümü yudum soyuq su ilə ki, özümə gələm, baxdım özümə gələ bilməm, getdikcə də gücüm azalır, həyəcan məni yeyir. Axırı özümə qayıtdım ki, bu günə kimi nə qədər erməni udmuşsan, bu dəfə uduzacaqsan. Başa düşdün? Bunu qoy qırağa. İndi bunu qoymuşam qırağa, ən pis variantdır ki, uduzacaqsan da, səni öldürəsi deyirlər ki, bu günə kimi udmusan da, 13 dəfə, bu dəfə də uduz günə. Bunu indi psixoloji qoymuşam qırağa, elə bir ki, uduzmusan. Mirin medalı yoxdur deyə, onun həyəcanı mənə lap sıxır. Onu qırağa qoymaq olmur amma. Onu qırağa qoymaq olmur ki, uduzsam necə, mirin medalı yenə əldən gedir. Mənim 34 yaşım olacaq, bəlkə dünya çempionatı bir də güləşmək mənə nəsib olmadı. İndi ayağım belə oldu, indi bir aydan sonra dünya çempionatı güləşə bilməyəcəm. Getdi əldən, karyeramın sonlarına yaxın. Bu qoymur məni. Gəldim, Razminka döşəyə çıxacam, yenə deməyimlə də elə ermənini qoy qırağa, medalı qoy qırağa. Yenə bütün psixoloji, baxıram ki, əsirəm da, gücüm yoxdur. Bir nəfər yaxınlaşdı ki, bəs zəng gəlmişdi, cənab prezident görüş izləyəcək ha. Onsuz da mən yoxam da, cənab prezident izləyəcək, vapşım yoxam. Həm sevindirir, həm də məsuliyyət artır. Həm sevindirir, həm də məsuliyyət ki, haradasa təsəlli var ki, uduzdun da, amma bilirsən ki, sən uduzmağı bir ölkə başçısı görübdür. Adam baxmada sıxılır. Döşəyə çıxdım, 3-0 uduzuram, hələ o həyəcan məndən çıxmayıbdır. Baxıram ki, yox, getdikcə gedir sıxvatka. Çünki qoy qırağa hər şey, bu sənin son görüşündür elə. Bu görüşü bundan sonra güləşməyəcəksən, amma bu görüşü düşün, o medalı qazancına. Sən bayaq dediyin kimi, qardaş, həmin o kin, nifrət, güdrət, hamısı yığıldı bir yerə, özümü bitər toparladım. Bəlkə də heç vaxt elə güc gəlməmişdir. Heç vaxt elə güc gəlməyib. Məsəl üçün, güləş tarixində elə bir fənd olmayıbdır. Həm balaca çək, həm rəqibi qaldırıb atasını. Çox xahiş edirəm. Bax, o göydə olanda bilirəm, bəlkə də tam dəqiqəndə, o nə fikirləşirdin o an? O göydə tutmusan ermənini, gəzirsən. Xalçada gəzirsən, yəni həmin an onu bil ki, kim baxırsa, idmanı sevən, sevməyən, kim baxırsa ürəyi fərəhlə dolmuşdu ki, yəni çapalayır. Erməni də çapalayırdı sənin əlində. Mən onu qaldıranda Tural, istədim qaldıran kimi atım 2 xalım alım, sonra oturum müdafiəyə ki, xal verməyim, sonra fikirləşdim birdən gələr çatar rəqib 23 yaşlıların Avropa çempiyonudur, gəncdir. Bunu Həsən Əliyev də qıraqdan qışqırdı ki, at onu çinivə, at çinivə, yuxarı at, yuxarı atdıqca baxdım çinimə ata bilərəm də, məşqlərdə eləyirdim, Həsən görürdü onu. Atdım çinimə elə oldu ki, Həsən dedi ki, tələsmə atmağa, çalış ki, böyük xal alasan da, yəni böyük xal alım ki, hesabı qoruya bilim sonra. O döşəyin qırağına aparmaqda məqsədim odur ki, mən buna bir dənə təkan vuracam, nə olacaqsa bilmirəm də, ola bilər orada ən az xal olsun, amma var gücümü qoyub orada bir dənə təkan vuracam ki, ən böyük xal alım. Orada da elə bir qeyri, elə bir şey alındı ki, həqiqətən deyirəm, elə bir gücü idi, bilmirəm, illərin çox rahat görünürdü kənardan. Rahat görünsə də, yəni mən onu deyirəm ki, mən bilirəm ki, orada